Bugün sizinlə distant təhsil forması, yəni onlayn təhsil haqqında danışmaq istəyirəm. Bilirsiniz ki, bütün dünyada olduğu kimi son illər Azərbaycanda da artıq onlayn təhsil olduqca populyardır və getdikcə də öz rolunu artırmağa davam edir. Biz onlayn təhsillə əsasən koronavirus pandemiyasından sonra tanış olduq. Belə ki, pandemiya vaxtı həm məktəblərin, universitetlərin bağlanması ilə biz məcburi şəkildə bu təhsil formasına keçid etdik. Təbii ki, ilk əvvəllər bu keçidimiz elə də uğurlu alınmadı. Çünki biz nə müəllim olaraq, nə tələbə, nə də şagirdlər olaraq bu məsələdə elə də təcrübəli deyildik. Onlayn təhsil platformalarını, proqramlarını yaxşı bilmirdik və ona görə də bir çox texniki problemlər yaşadıq. Dərslər əvvəl bir xeyli uğursuz alındı, amma sonra artıq bu davam etdikcə biz burada həm təcrübəmiz artdı, həm də insanlar araşdırmağa və onlayn təhsili daha keyfiyyətli hala gətirməyə başladılar. Və beləcə artıq onlayn hazırlıqlar başladı Azərbaycanda, YouTube kanalları quruldu, digər platformalarda elektron resurslar paylaşıldı və beləcə onlayn təhsil getdikcə məşhurlaşmağa başladı. Bunun da əsas səbəbi o idi ki, insanlar onlayn təhsildə hər nə qədər ilk əvvəllər çətinliklər yaşasalar da, eyni zamanda onlayn təhsilin müəyyən üstünlüklərini də gördülər ki, indi biz sizinlə az sonra həmin üstünlüklərdən danışacağıq və insanlar düşündülər ki, artıq müasir dövr üçün bu təhsil forması çox lazımlıdır və bundan istifadə etməyə başladılar. Ancaq hələ də insanların bir çoxunun beynində, xüsusilə də orta yaş və yaşlı nəslin beynində onlayn təhsil haqqında suallar və müəyyən şübhələr var. Bu da məlum məsələdir, çünki ömür boyu belə deyək, əyani təhsil görən bir insan, təbii ki, onlayn təhsili indi gördükdə ona birdən-birə tam adaptasiya ola bilmir. O tam olaraq hələ məsələni qəbul edə bilmir. Düşünür ki, məsələn, onlayn təhsilin mütləq olaraq daha keyfiyyətsiz olacaq və ya da əyani təhsili əvəz edə bilməz və s. Təbii ki, son məqamda bu insanların öz seçimidir və insandan insana bu fərqlidir. Yəni, hansı təhsilin daha uyğun olması. Amma biz bugün sizinlə çalışacağıq ki, obyektiv formada həm onlayn, həm də əyani təhsili müzakirə edək və onların müsbət mənfi cəhətlərinə baxaq. Mən özüm həm əyani, həm də onlayn formada dərs keçdiyimə görə çalışacağım ki, öz təcrübəmdən də hər ikisi haqqında sizə nümunələr deyim. Birincisi, biz başa düşməliyik ki, bu danışdığımız onlayn təhsil heç bir halda məktəbi əvəz edə bilməz. Yəni, biz burada məktəblə onlayn təhsili qarşılaşdırmırıq. Çünki məktəb şagirdin sadəcə hansısa bir imtahana hazırlaşması üçün deyil. Məktəb bir uşağın sosiallaşması, ünsiyyət qurması, onun psixomotor bacarıqlarının formalaşması, idraki fəaliyyətlərinin formalaşması, yəni bir şəxsiyyət kimi tam olaraq formalaşması üçün olan bir mühitdir. Burada digər şagirdlər var, müəllimlər var və s. Yəni, hər birimiz məktəb oxumuşuq və məktəbin rolu heç bir halda onlayn təhsillə əvəz oluna bilməz. Bu qaldırsın öz yerində. Ancaq biz burada daha çox spesifik bir imtahana hazırlaşmaqdan danışırıq. Bu, abituriyentlər üçün qəbul imtahanı ola bilər, bu, sertifikasiya hazırlaşan müəllimlər ola bilər, bu, MİQ-ə hazırlaşan müdavim ola bilər və yaxud da bizim sahədən uzaqda tutan bir dövlət qulluğuna hazırlaşan bir şəxs ola bilər. Hər hansı bir imtahana hazırlaşmaqdan gedirsə söhbət. Bəli, burada onlayn təhsilin bir çox üstünlükləri var. Birincisi, baxın, yadımıza salaq öz imtahana hazırlaşdığımız dövrləri. Məsələn, mən öz abituriyent dövrlərimi yadıma salıram ki, müəllimlərin evləri bir-birindən xeyli uzaq idi. Mən ən çox çətinlik çəkdiyim, məsələn, yolda vaxtım gedirdi, enerjim gedirdi. Hələ ki, mən rayon şəraitində gedirdim, elə də böyük, yəni belə deyək, şəhərdə deyildim. Amma yenə də istənilən halda mənim vaxtım və enerjim o yolda sərf olunurdu. Və bir müddət artıq sonra insan elə hala gəlir ki, uşaqlar, artıq sən dərsə yetərincə enerji verə bilmirsən. Çünki sənin bütün günün enerjin həmin hazırlıqlarda, yollarda keçir. Təsəvvür edin ki, bir uşaq məsələn 5 fəndən hazırlaşırsa, bu ortalama gündə 2-3 məşğələyə gedir. Yəni, məktəbdən çıxır, sonra 2-3 ayrı evə məsafə qət edilir. Onun gəlib normal dərsə hazırlaşmaq əksər halda vaxtı qalmır. Və əyani hazırlığın ən böyük problemi budur. Bundan da başqa bayırda havanın yağışlı olması, qarlı olması və ya çox isti olması, bütün bunlar yəni sənin o tədris fəaliyyətinə təsir göstərir. Amma onlayn təhsilin ən üstün cəhəti budur ki, sənə bir yaxşı internet lazımdır, bir də yaxşı cihaz lazımdır. Planşet və ya notebook olsa lap əladır. Amma bu olmasa belə, yəni yaxşı bir telefonla belə kifayət qədər rahat şəkildə, yəni evində oturduğun yerdə dərsə qoşula bilirsən. Bu, hazırlaşana, imtahana hazırlaşana bir komfort verir. Yəni, bu adam artıq yolda vaxt itirmir, enerji itirmir. Ona bayırda havanın necə olmasa maraqlı gəlmir. Sadəcə interneti varsa, qoşur cihazını və rahat bir formada dərsinə qoşulur. Beləcə, həm vaxtına qənaət etmiş olur, həm enerjisini də tam olaraq dərsə yönəldə bilir.
Təbii ki, burada da bəzi hallarda olur ki, məsələn, mən elə rastlaşmışam ki, şagird deyib, yox da mən onlayn heç cür mümkün deyil, yalnız əyani formada öyrənə bilirəm və əyani formada gəlib hazırlığa. Başa düşürəm. Əyani hazırlığın da özünün üstün cəhətləri var. Əyani hazırlıqda, əyani dərsdə daha çox ünsiyyət var müəllimlə şagird arasında, daha təbii kontakt var. Bunun da öz rolu var təbii ki, bunun da əvəz edilməz bir rolu var. Amma müasir dövrdə, məsələn, bax, mən bu dəqiqə özüm olsam, özüm hazırlaşsam, mən hazırda onlayn hazırlıq seçərəm. Yəni, hər hansı bir qrup üzrə hazırlaşsam, fərqi yoxdur və yaxud da hər hansı bir imtahana. Mən durub əyani formada, yəni hansısa bir məsafəni qət eləməkdənsə, evimdə oturub çox rahat bir şəkildə hazırlaşaram. Plus, onlayn hazırlığın belə bir üstünlüyü də var ki, materiallar çox əlçatandır. Yəni, təsəvvür edin ki, biz əyani hazırlıqda o vaxt gedirdik, müəllim məsələn dərsi izah eləyirdi, qayıdırdıq evə. Orada da bizim artıq o yorğunluqla nə qədər yadımızda qalırdısa, bu idi, vəssalam. Yəni, daha burada sən ancaq əlində qalır ki, kitabdan oxuya bilərsən, evdə hazırlaşa bilərsən. Müəllimin də izahından neçə faiz yadda qalıbsa odur. Amma onlayn hazırlıqda artıq məsələ belədir ki, sən məsələn dərsdəsən, tutalım ki, sənin dərsin yarısı yadında qalmadı və yaxud da müəyyən bir faizi yadından çıxdı. Və yaxud da həmin gün tutalım ki, sən xəstələnmisən, heç dərsə qoşula bilməmsən. Sənin üçün hazır video dərs var, sən evdə oturub istənilən vaxtda yenidən o video dərsi izləyə bilirsən, yenidən dərs təkrarlaya bilirsən. Sənin üçün elektron resurslar var. Yəni kitabdan əlavə sənin üçün xüsusi konspektlər, sxemlər, xəritələr, indi bu başqa fənlərdə, başqa formalarda da ola bilər, başqa cür konspektlər də ola bilər. Yəni hər cür elektron vəsait var. Və bu, yəni sən bunu kitab halında toplamağa çalışsan, bu həm çox böyük bir pul vəsait lazımdır. Buna yer çatmaz ümumiyyətlə. Amma elektron formada olanda belədir ki, sənə istədiyin qədər elektron resurs atılır və səndən qalır ki, yalnız evdə onlara nəzər yetirərək dərsi təkrarlamaq və dərsə mükəmməl hazırlaşmaq. Bax, onlayn təhsil buna görə müasir dövrdə öz rolunu möhkəmləndirir və buna görə insanlar artıq keçirlər onlayn təhsilə. Təbii ki, burada yenə də seçim sizindir, onlayn və yaxud da əyani hazırlaşmaq üzrə. Sadəcə mən sizə təklif edirəm ki, bir imtahana hazırlaşdıqda o stereotipi belə deyək də qırın və onlayn hazırlığı bir sınayın. Hansı fəndən olursa olsun, kimlə olursa olsun. Yəni burada həm də seçim şansınız da çoxdur. Onlayn da internetdə açıq, yəni xeyli sayda müəllim var, xeyli sayda kanal var. Seçim şansınız da çoxdur. Bir sınayın, baxın. Əgər bəyənməsəz yenidən əyani hazırlığa davam edin. Amma mən düşünürəm ki, əksər insan üçün onlayn təhsil əvəz edilməz rol oynayacaq. Hətta mən deyim ki, valideynlər üçün də onlayn dərs əvəz edilməzdir. Niyə görə? Bax, siz məsələn övladınızı əyani hazırlığa göndərirsiniz. Orada baş verənləri ya övladınız sizə danışır, ya da müəllimdən öyrənirsiniz. Amma hər bir halda burada öz gözünlə müşahidə edə bilmirsən də. Yəni kimdənsə eşidirsən. Və yaxud da özünüzlə getsəz, olur ki, valideynlər də məsələn əyani hazırlığa gəlib otururlar. Amma bu da hər dəfə baş verə bilmir də. Yəni qısacası sizin oradan geri dönüş almağınız, hər zaman bunu 100% doğru almağınız biraz çətindir. Amma onlayn hazırlığa belədir ki, uşaq sizin evinizdədir, dərsdə, öz evinizdə. Və siz istənilən vaxtı övladınızın dərsə necə cavab verdiyini, müəllimin ona dərsi necə izah elədiyini, dərsin nə qədər davam elədiyini, digər abituriyentlərlə və yaxud da digər imtahana hazırlaşanlarla müqayisədə onun hansı səviyyədə olduğunu və s. hər şeyi canlı olaraq izləyə bilirsiniz. Bax, bu yöndən də onlayn təhsil valideynlər üçün də düşünürəm ki, xüsusi bir rolla malikdir. Belə, ümid edirəm ki, o biraz onlayn təhsil haqqında stereotipləri qırmağa kömək olar bu video. Amma yenə də təbii ki, sizin öz seçiminizdir. Amma bir sınavdan keçirməyiniz məncə sizin üçün daha gözəl olar.